Salam dəyərli tamaşaçılar. Deməli bir vətəndaşın müraciətini mən burada ictimaiyyətə çatdırmaq istəyirəm və bununla yanaşı da aidiyyatı qurumlara çatdırmaq istəyirəm. Deməli Göyçay rayonundan Səmədova Fəxriyə Kəmaləddin qızı müraciət edibdi və müraciətində qeyd eləyir ki, 4 evladı var, başsız xanımam, qalmağa yerim yoxdur. Bu barədə Göyçay rayon icra hakimiyyətinə müraciət etdim, lakin icra hakimiyyəti, Göyçay rayon icra hakimiyyəti heç bir kömək etmədi və bununla yanaşı sosial yardım üçün müraciət etmişəm deyir və bir dəfə imtina gəlib, ikinci dəfə göndəriblər, hələ heç bir xəbər yoxdur. Gəlin öncə deməli Səmədova Fəxriyə xanımın bizə müraciətini dinləyək, ondan sonra görək iddiaları, tələbləri nədən ibarətdir bu xanımın. Axşamınız xeyir. Bağışlayın, sizi narahat edirəm. Mən sizi narahat edirəm Göyçay rayonundan. Səmədova Fəxriyə Kəmaləddin qızı. Mən icraya gedirəm Göyçay icrasında mənə köməklik göstərdi. 4 dənə uşaqdan 3 qız, 1 oğlan qalmışam düzün ortasında. Havay ki, mən orada burada qalmalıyam. Qız uşaqlardır. Birinin 17, 18, 19, 13 yaşında uşaqdır. 15 yaşında o qız uşaqdır. Qalmışam küçələrdə. Ona görə sizdən xahiş edirəm. Sosiallarımı vururam, atqaz gəlir. 2 dəfə vurmuşam, atqaz gəlir. İndi də gələ vurmuşam, bir xəbər çıxmayıb. Ona görə sizdən xahiş edirəm. Bizə bir köməklik eləyərsiniz. Mən başsız bir qadına köməklik elərsiniz, lap yaxşı olar. Nə olar? Bir də xahişim budur ki, bizim Göyçay icrasına getdim, torpaq istədim, sot yarım üstünə bir dənə vaqon qoyardım. Dedim, uşaqlarımla onun üstündə yaşayadım. Bizə köməklik eləmir. Sosialımı da vururam, atqaz gəlir. Pis vəziyyətdə yaşayıram. Sizdən xahiş edirəm, dönə-dönə başınıza dönübsə köməklik eləyərsiniz. Səmədova Fəxriyə Kəmaləddin qızının tələblərini və onun vəziyyətini dinlədiniz. Deməli, bu barədə elə mən də buradan üzümü tuturam və müraciət edirəm Göyçay rayon icra hakimiyyətinə və xahiş edirəm bu xanımın heç olmasa icra hakimiyyətinin səlahiyyətinə daxil olan deməli qaydalara əsasən qanuna uyğun şəkildə köməklik göstərilməsi daha məqsədə uyğun olar və bununla yanaşı da buradan mən müraciət edirəm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və qeyd eləmək istəyirəm ki, sosial yardım elə bir proqramdır ki, az təminatlı ailələr üçün nəzərdə tutulub və hal-hazırda müraciət edən xanımın 4 evladı var. Özü də başsız xanımdır. Qalmağa da yeri yoxdur. Hətta torpaq, sot yarım torpaq istəyir ki, onun üzərinə bir vaqon qoysun və vaqonda yaşasın. Heç olmasa sosial yardımla təmin etmək lazımdır bu xanımı. Yenə də deyirəm, bu qaydaları siz daha yaxşı bilirsiniz. Bir dəfə sorğu göndərib və imtina verilibdir. İkinci dəfə sorğu göndərib, hələ də bir xəbər yoxdur. Həmin səsi dediyim kimi hər kəs burada eşitdi və ictimailəşdi. Çox xahiş eləyərdim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ki, bu məsələni nəzarətə götürsün və Səmədova Fəxriyə Kəmaləddin qızına bu məsələdə yaxından köməklik göstərsin. Sosial yardım bugün 2 maşın sürən, 2 maşını olan üçün, nə bilim, altında bahalı maşını olanlar üçün, nə bilim, iş yeri olanlar üçün, yüksək maaş alanlara düşünürəm ki, onlar üçün nəzərdə tutulmuyor. Sosial yardım ələlxüsus bayaq qeyd elədim, elə bir proqramdır ki, az təminatlı ailələr üçün nəzərdə tutulub. Və çox istəyərdik ki, bu xanımın bu məsələsini nəzarətə götürərdiniz və bu məsələdə bu xanıma kömək edərdiniz.